Kişilər var, qadınlar var, qulaq yoldaşı. Neplох, pis deyil. Mən ona yaxşı baxmıram. Ona görə ki, onun böyük uşaqları var. Uşaqların gələcəyi var. Ana olmalıdır yanında. Tək qalmaqdansa 2 nəfər həyat qurub normal yaşamaq daha yaxşıdır. Uşaqlar hamısı evlənir, həyat qurur, ayrılıb gedirlər, bu qalır tək. Bu gün sabah əgər bir xəstələnirsə, o özü heç nə eləyə bilmir. Uşaqlar da yanındadır. Bu nə etməlidir onda? Əgər belə bir şey varsa və ciddi bir məsələdir, yəni elə belə yox da. Yəni əgər oğul da var, oğul evladı, məncə lazımdır uşağı yavaş-yavaş bu şeyə gətirmək. Yox, mən pis baxıram. Necə uşaqları böyüyüb də nəvələri olsun, uşaqların yanında olsun. Niyə ondan sonra həyat qurur? Bir dəfə həyat qurdu da, qurub ondan sonra ikinci həyat yamaqdır. Yaxşı baxıram. Yəni çünki onlar üçün həyat hələ də bitməyib də, yəni bax. Əgər uyğundursa o adama, uşağını da qəbul edəcəksən. Problem yoxdur. Uşağı da ona hazırlamaq lazımdır. Əgər uşaq ananı sevirsə, yəqin